2010-cu ildə bir çox avtomobil brendləri öz yeni modellərini buraxdı. Elə Kia da Sorento və Cerato modellərini yenilədi. Elə növbəti süjetdə də biz sizə Kia'nın yeni Cerato'sunun kupesini təqdim edirik. Bu həftə 4x100-ün test drive qrupu ingilislərin fəxri olan Land Rover Discovery 4-ü sınaqdan keçirdi. Bu avtomobil əslində qalsa praktiki olaraq Discovery 3-dən o qədər də fərqlənmir, amma diqqətlə avtomobilə nəzər saldıqda və onu həqiqətən sınaqdan keçirdikdə onun hansı yeniliklərə sahib olduğu diqqətdən qaçmır. Və onu da qeyd edim ki, bu test drive xüsusi olaraq çətin şəraitdə sınaqdan keçirilib və avtomobil haqqında daha ətraflı məhz bu süjetdən məlumat alacaqsınız. Honda markasının ən məşhur modellərindən biri özünüz bilirsiniz ki, CR-V'dir. Bu avtomobil bütün dünyada, o cümlədən Azərbaycanda böyük populyarlıqla satılır. Avtomobil uzun müddətdir ki, yenilənsə də onun restyling olmuş variantı Azərbaycana yaxın zamanlarda gətirilib. Həmin CR-V modelini görmək, həmçinin əldə etmək üçün Sumqayıt şəssisində yerləşən Honda avtomobil mərkəzinə baş çəkməyiniz mütləq lazımdır. Hal-hazırda isə daha doğrusu yenilənmiş CR-V bizim test drive rubrikasında.